7. sınıf şagirdləri sizlərlə SCFR Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7. sınıf 1-ci hissə biologiya dərsliyindən 3-cü bölmənin 3-cü mövzusunu izah edəcəm. Yəni, çiçəkli bitkilərdə cinsiyyətli çoxalma, mayalanma mövzusunu. Açar sözlərə diqqət edirik. Burada biz nələr öyrənəcəyik? Tozcuq borusu, rüşeym kisəsi, mayalanma, zigot, rüşeym. Bu, deməli, terminlərdən istifadə edəcəyik və bu prosesin, yəni mayalanma prosesinin getməsi üçün bunların hər birinin həmçində mayalanma nəticəsində əmələ gələn hissələr qeyd olunmuşdur bu terminlərin içərisində. Niyə çiçəklər tozlanmalıdır? Tozlanmadan sonra dişicik ağaclığında nə baş verir? Çiçəklər tozlanır. Tozlanmanın getməsi vacibdir, çünki tozlanmadan sonra mayalanma baş verir. Səbəb nədir? Çünki tozcuq erkəkciyin hissəsidir və erkəkciyin hissəsinin, yəni tozcuğun içərisində erkək cinsi hüceyrələr əmələ gəlməsi prosesi baş verir. Yəni tozcuq olmalıdır ki, o tozcuğun içərisində erkək cinsi hüceyrələr olan spermlər əmələ gəlsin və o deməli spermlər də tozcuğun içərisindədir. Mayalanmanın getməsi üçün də həmin tozcuğun dişiciyin ağızcığına düşməsi lazımdır. Ona görə də deməli tozlanma baş verməlidir ki, mayalanma baş versin. Mayalanmadan sonra da toxum əmələ gəlsin, hansı ki, bu toxum gələcəkdə bitkinin yayılmasında, çoxalmasında iştirak edir. Toxum və rüşeym nədən inkişaf edir? İndi onları öyrənəcəyik. Toxum nədən əmələ gəlir, rüşeym nədən əmələ gəlir? Bir də çiçəkli bitkilər yeni çiçəkli bitkiləri necə əmələ gətirir? Çiçəkli bitkilər çoxalaraq yeni bir çiçəkli bitkilər əmələ gətirir. Bunun bir neçə yolunu gələcək mövzularda mütləq ki, bir-bir hamısını izah eləyəcəm. Gəldik çiçəkli bitkilərin cinsiyyətli çoxalması. Cinsiyyətli çoxalma deyəndə nəyə başa düşürük? Yəni cinsiyyət hüceyrələri vasitəsilə çoxalma. Çiçəkli bitkilərdə cinsiyyət hüceyrələri hansılardır deyə soruşsaq, deyəcəyik, dişi cinsiyyət hüceyrəsi olacaq yumurta hüceyrə, bu cinsiyyət hüceyrəsidir. Erkək cinsiyyət hüceyrəsi isə olacaq sperm. Biz heyvan hüceyrəsində spermatozoiddən danışmışdıq keçən dərslərimizdə ixtisaslaşmış hüceyrələrdə. Onlarda spermatozoid adlandırırdıq və onun quyruq hissəsi var idi, hərəkətli idi. Spermdə isə bu qururuş xüsusiyyəti yoxdur. Onu da yadınızda saxlayın ki, sperm yəni quyruq hissəsi yoxdur, yəni qamçı hissəsi yoxdur. Spermatozoid kimi hərəkətli deyil. Bitkilərdə, çiçəkli bitkilərdə erkək cinsi hüceyrə sperm adlanır. Mayalanma nədir? Mayalanma zamanı, erkək cinsi hüceyrənin dişi cinsi hüceyrə ilə birləşməsi mayalanma adlanır və mayalanma zamanı bitkilərdə də erkək və dişi cinsi hüceyrələrin nüvəsi birləşir. Nüvənin içərisində nə var idi? Xromosom var idi, hansı ki, bu irsi məlumatı daşıyırdı. Həm erkək, həm də dişi cinsi hüceyrələrinin içərisində nüvə var. O nüvələrdə də hər birinin deməli, irsi məlumatı var və bunun birləşməsi nəticəsində, yəni mayalanma zamanı erkək cinsi hüceyrə, dişi cinsi hüceyrə ilə birləşir, bunların nüvələri birləşir və bunların birləşməsindən zigot yaranır. Yəni, bitkidən danışırıqsa çiçəkli bitkidən, yumurta hüceyrə qısa-qısa yazıram. Üstə gəl sperm yazırıqsa, yəni bunlar birləşir, mayalanma prosesi gedir. Bunun nəticəsində yaranır zigot. Ziqotda həm yumurta hüceyrənin, həm də spermin nüvələri içərisindəki irsi məlumat daşıyan xromosom var. Onda ziqotun içərisində, yəni ziqotun nüvəsində hər iki gametin irsi məlumatını daşıyan xromosom yığımını da özündə birləşdirəcəkdir. Onda ziqot həm dişi, həm də erkək cinsi hüceyrənin, yəni erkək həm dişiciyin, həm də erkəkciyin xüsusiyyətlərini daşıyacaq. Onda olan məlumatları özündə saxlayır axı. Ona görə də ziqot hər ikisinin xüsusiyyətini daşımış olacaqdır. Ziqotun inkişafı nəticəsində bitkinin çox hüceyrəli rüşeym əmələ gələcəkdir. Ziqot özü bir hüceyrəlidir uşaqlar. Sonra bu ziqot bölünəcək, çox hüceyrəli rüşeym əmələ gətirəcək. Bu rüşeym də gələcək bitkinin toxumunun bir hissəsi olacaq, vacib hissələrindən biridir, hansı ki ondan, məsələn biz keçən dərslərimizdə kökü keçəndə deyirdik ki, əsas kök toxumun rüşeym kökçüyündən əmələ gəlir, görürsünüz, toxumun hissəsi olan rüşeymdən
əsas kök əmələ gəlir. Növbəti hissələrdə gələn dərs toxumu keçəndə izah eləyəcəm. Burada nə başa düşdük? Başa düşdük ki, bitişəkli bitkilərdə mayalanmada dişi cinsi hüceyrənin, erkək cinsi hüceyrələrinin birləşməsi nəticəsində onların nüvələri birləşir, mayalanma prosesi baş verir, bundan zigot yaranır. Ziqotda həm dişi, həm də erkək cinsi hüceyrələrin nüvələrində olan xromosom yığımı birlikdə olur. Yəni ziqotun artıq nüvəsinin tərkibində olurlar bunlar ikisi də. Ziqot hər ikisinin xüsusiyyətini daşıyır. Çiçəkli bitkilərin cinsiyyətli çoxalması üçün əvvəlcə tozlanma, sonra isə mayalanma baş verməlidir. Yəni tozlanma nəyə görə baş verməlidir uşaqlar? Axı erkək cinsi hüceyrələr, spermlər tozcuqların içərisindədir. O dişicinin ağızcığına düşməlidir ki, həmin o cinsi hüceyrələr gedib yumurta hüceyrə ilə birləşə bilsinlər. Ona görə də mayalanmanın getməsi üçün tozlanma getməlidir. Tozlanmadan sonra isə artıq toxum əmələ daha doğrusu mayalanmadan sonra isə artıq toxum əmələ gələcək ki, bununla da bitkiləri çoxalmaq mümkün olacaq. Mayalanmanın baş verməsi üçün yetişmiş tozcuqlardakı erkək cinsi hüceyrənin nüvəsi yumurtacıqdakı yumurta hüceyrənin nüvəsinə çatmalı və onunla birləşməlidir. İndi gəlin görək, bu tozcuqlardakı erkək cinsi hüceyrə, ümumiyyətlə bu tozcuqlar özü necə əmələ gəlir? Biz bilirik ki, erkəkciyin hissələri hansılardır? Biz demişik, erkəkcik sapından bir də tozluqdan ibarətdir. Tozluğun içərisində çoxlu tozcuqlar var. Gəlin görək, bu tozcuqların özü necə əmələ gəlir və hansı halda artıq o tozlandırmağa hazır bir formada olur. Tozluqlarda, bu tozluğuydu. Tozluqlarda ana mikrospor hüceyrələr olur. Tozluğun içərisində ana mikrospor hüceyrələr olur. Bu hüceyrələrin hər biri bölünərək 4 mikrospor əmələ gətirir. Yəni bir dənə ana mikrospor hüceyrə, bunlar tozluqların içərisindədir. Bu bölünür 4 ədəd 1, 2, 3, 4, 4 ədəd mikrospor əmələ gətirir. Bu mikrosporların hər biri böyüyür, daxilində nüvəsi bölünür, nəticədə tozcuq əmələ gəlir. Yəni bu mikrosporun daxilindəki, hər birinin daxilində bir dənə nüvə var idi. Bu nüvə bölünür və bölünməsi zamanı artıq bunlar çevrilir tozlanmağa hazır olan tozcuqlara. Yəni bir ana mikrospordan neçə dənə tozcuq əmələ gələ bilər? 4 dənə tozcuq əmələ gələ bilər. Hardan gördük? Gördük ki, bir ana spor bölünür, 4 mikrospor əmələ gətirir. O mikrosporların içərisindəki nüvələr bölündü, artıq tozcuq formalaşdı. Bu olacaq tozcuq. Yəni mikrosporun içərisində bir dənə nüvə var idi burada. Görürsünüz bunları? Bu nüvə bölünəndə tozcuq artıq yetişdi. Yəni tozlanmaya hazır formaya gəldi. Tozcuq yetişdisə, deməli tozlandırma işini görə biləcək. Forma, ölçü, hüceyrə qılafın quruluşuna görə tozcuqlar müxtəlifdir. Baxın, burada bizə şəkildə verib. Bunlar tozcuqlardır. Görürsünüz, məsələn, burada tozcuğun kənarlarında qarmaqcıqları var. Hər tozcuğun öz forması var, quruluşu var. Yəni tozcuqlar müxtəlif quruluşda, formasına, ölçüsünə, qılafının quruluşuna görə müxtəlif quruluşda ola bilərlər. Dişicik ağızcığının nahamar və yapışqan şəkərli məhlul ifraz edən səthi tozcuqların tutulmasını xidmət edir. Yəni onların tutulmasına uyğunlaşmadır. Əgər dişiciyin ağızcığı yapışqanlı olmasa, tozcuqlar onun üzərində qalmayacaqlar. Məsələn, külək oldusa, tozcuqlar həmin o dişiciyin ağızcığından külək vasitəsilə başqa yerlərə gedəcək. Ona görə də dişiciyin ağızcığı tozcuğu tutub saxlamaq üçün yapışqanlı şəkərli məhlul ifraz edir ki, bu da tozcuqların orada yapışıb qalmasına xidmət edir. Tozcuq bu məhlulda cücərməyə başlayır və tozcuq borusu əmələ gətirir. Burada sizin diqqət eləməli olduğunuz bir məqam var. Nədir? Tozcuq borusu. Baxın uşaqlar, diqqət eləyin. Tozcuq borusu nədən əmələ gəlir? Tozcuqdan. Elədir. Bəs tozcuq borusu harda əmələ gəlir? Nə dedik? Dedik ki, dişiciyin ağızcığında tozcuqlar olur. Tozcuq
dişiciyin ağızcığında şəkərli məhlul var ki, ora yapışır. Tozcuq bu məhlulda deməli harda? Dişiciyin ağızcığında cücərməyə başlayır və tozcuq borusu əmələ gətirir. Baxın, tozcuq yetişir tozluqda. Tozcuq cücərir. Harda? Dişicik ağızcığında. Bunu özünüz üçün qeyd eləyin. Çünki cücərməsi ilə, yəni artıq tozcuğun əmələ gəlməsi eyni şey deyil uşaqlar. Tozcuq əmələ gəlir tozluqda, hansı ki mikrosporlardan nüvələri bölünür, artıq tam tozcuğa çevrilir, yəni bir tozcuq formasında yetişir. Bu olur tozluqda, erkəkciyin hissəsində. Amma tozluqdan sonra bu tozcuq çıxır, tozlanma prosesi gedir. Dişiciyin ağızcığına düşəndə, yapışanda o şirəli məhlulda başlayır cücərməyə. Cücərəndə tozcuq borusu əmələ gətirir. Bunu da unutmuruq. Davam eləyək. Deməli, baxın burada tozcuq borusunun böyüməsi üçün bizə bir fəaliyyət verib. Deyir ki, şəkər məhlulun konsentrasiyasının tozcuq borularının böyüməsinə təsirini müəyyən etmək istəyən bioloq müxtəlif şəkər məhlulları seçir. Faizləri yüksək olanların tərkibində daha çox şəkər var. Müxtəlif şəkər məhlulunda tozcuq boruları əmələ gətirən tozcuqların təxmini sayı qrafikdə göstərilmişdir. Burada baxın, şəkər faizi 10, 20, 30 aralığında getdikcə tozcuqların sayı artır. Tozcuq boruları əmələ gətirmə sayı artır. Hansı ki, yüksələn xətlə gedir. Sonra isə artıq şəkər məhlulunun konsentrasiyası 50%-ə çatanda bunların tozcuq əmələ gətirməsi azalmağa başlayır. Deməli, onlar üçün daha əlverişli mühit 30% olanda konsentrasiyanın, şəkər konsentrasiyası 30% olanda daha onlar üçün əlverişlidir. Amma ondan da yüksəkdə artıq onlar yaxşı cücərib tozcuq boruları əmələ gətirə bilmirlər. Gəldik böyüməkdə olan tozcuq borusu. Tozcuq borusu harda yaranmışdı? Tozcuq borusu yaranmışdı dişicikdə. Dişiciyin ağızcığına düşmüş. Baxın, bu bir tozcuqdur. Dişiciyin ağızcığına düşüb, düşdü, cücərdi. Cücərən zaman nə əmələ gətirdi? Tozcuq borusu. Sizə suallar verə bilər ki, tozcuq borusuna harda rast gəlirik? Erkəkcik yazsa səhvdir. Çünki o düzgün deyil, erkəkciyin hissəsidir, düzdür, tozcuqdan əmələ gəlir. Amma dişiciyin üzərində əmələ gəlmiş olur. Deməli, böyüməkdə olan tozcuq borusu dişiciyin sütuncuğu ilə yumurtalığa doğru hərəkət edir. Baxın, bu dişiciyin ağızcığıdır. Bu dişiciyin sütuncuğudur. Bu dişiciyin yumurtalığı, daxilində də nəyi var? Yumurtacığı. Yumurtacıq. Yumurtacığın içərisində də indi danışacağıq, rüşeym kisəsi olur. Deməli, tozcuq borusu neynədi? Dişiciyin sütuncuğu ilə yumurtalığa doğru hərəkət elədi. Baxın, tozcuq borusudur. Əmələ gəlir, yavaş. İndi burada tam əmələ gəldiyini göstərir. Başlayır dişiciyin yumurtacığına doğru uzanmağa. Və tozcuğun sitoplazması boru hüceyrəsinin nüvəsi, vegetativ nüvə və generativ nüvə tozcuq borusuna axır. Hansı ki, bu tozcuq bayaqların biz dedik ki, ana mikrospor olur. Bu ana mikrospor 4 dənə hüceyrəyə bölünür. Mikrosporlar əmələ gəlir. Bu mikrosporların içərisindəki nüvə bölünür. Bu nüvədən biri vegetativ, biri generativ nüvədir. Generativ nüvədən gələcəkdə, yəni bu hərəkət etdikcə sperm əmələ gələcək. Vegetativ nüvə isə bir müddət qalacaq, hansı ki, bu tozcuq borusu yumurtalıqdan yumurtacığa, oradan da rüşeym kisəsinə daxil olana qədər, sonra özü əriyib gedəcək. Əsas burada spermlər generativ nüvədən əmələ gəlir, hansı ki, mayalanmada iştirak edəcəklər. Deməli, bu tozcuq borusu hərəkət edikcə, həmin bu tozcuq borusunun içərisində tozcuğun sitoplazması olur.
Boru hüceyrəsinin nüvəsi, yəni tozcuq borusunun nüvəsi, yəni vegetativ nüvə, bir də digər nüvə, generativ nüvə tozcuq borusuna axmağa başlayır. Tozcuq borusunda bəzən isə tozcuq cücərməzdən əvvəl generativ nüvə iki yerə bölünür, iki sperm olan erkək qametlər əmələ gətirir. Yəni spermlər hardan əmələ gəldi? Generativ nüvədən. Bir generativ nüvədən neçə dənə sperm əmələ gəldi? 2 dənə. Bir mikrospordan bir tozcuq dənəsi əmələ gəldi. Bir tozcuqda bir vegetativ, bir generativ nüvə var idi. Bu bir generativ nüvədən də 2 dənə sperm əmələ gəldi. Bu sxemi bir ardıcıllığını qeyd edirsiniz. Bu halda öndə vegetativ nüvə, ardınca isə spermlər hərəkət edir. Hara doğru hərəkət edir? Rüşeym kisəsinə doğru. Rüşeym kisəsi hansıdır? Baxın uşaqlar, bu rüşeym kisəsidir ki, onun içərisində hüceyrələr var. Bəs rüşeym kisəsinin özü necə formalaşır? İndi ona baxırıq. Müxtəlif bitkilərdə dişiciyin yumurtalığında bir dənə də yumurtacıq ola bilər, bir neçə dənə də yumurtacıq ola bilər. Yəni, yumurtacıq sayı bitkilərdə müxtəlif olur. Bəzi bitkilərdə var ki, dişicilik ortalığında bir dənədir. Məsələn, buna günə baxanı misal göstərə bilərik. Bəzilərində isə çoxlu yumurtacıqlar olur. Məsələn, ona lobiyanı misal göstərə bilərik ki, bir lobiya alırıq, içində nə qədər toxum olur. İndi onların hamısını izah edəcəm. Deməli, yumurtacığın hər biri örtüklə əhatə olunmuşdur. Yumurtacıqda ana hüceyrə olur. Ana hüceyrə, buna ana megaspor da deyirik. Bu ana hüceyrə, necə ki ana mikrospor bölünmüşdü, 4 dənə hüceyrə əmələ gətirmişdi. Ana hüceyrə də burada da yenə bölünür, 4 dənə megaspor əmələ gətirir. Mikrospordan fərqli olaraq ana megasporun bölünməsi nəticəsində əmələ gələn megasporlardan 3-ü məhv olur, biri qalır. O bir dənə rüşeym kisəsinə başlanğıc verir. Baxın, erkək mikrosporlar hansı ki tozcuq ana mikrospor var idi. Orada ana mikrospor bölünmüşdü, 4 dənə mikrosporlar əmələ gətirmişdi. 4-ü də tozcuq dənəsinə çevrilmişdi, elədir. Amma yumurtalıqda gedən bu prosesdə, yumurtacıqda gedən bu prosesdə isə ana hüceyrə bölünərək 4 megasporu əmələ gətirir. Amma bu 4 megaspordan daha iri olan sağ qalır. Digərləri isə bu 3 dənə nə olur? Məhv olur. Həmin o bir dənə, baxın bu, yumurtacığın içərisində rüşeym kisəsinə başlanğıc verir. Həmin bu bir dənə, deməli, megaspordan rüşeym kisəsi əmələ gəlir. Və proses rüşeym kisəsinin formalaşması ilə bitir. Artıq bu rüşeym kisəsində nüvələr bölünür. Bölünmədən sonra spermləri qəbul etməyə, artıq mayalanmaya hazır olan rüşeym kisəsidir. Rüşeym kisəsində, baxın, bu ana megaspor hüceyrədən əmələ gəlmiş megaspor hüceyrədir. Bu megasporun bir dənə nüvəsi var idi, amma bu nüvələr bölünüb 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə nüvəni əmələ gətirir. Bu 8 nüvədən ikisi mərkəzdə olur. Bu ikisinin mərkəzdə olan həmin bu nüvələrin birləşməsindən bir dənə hüceyrə olan mərkəzi hüceyrə əmələ gəlir. Kənarda da bu mikropilə yaxın olan bir hüceyrə var ki, bu da adlanır yumurta hüceyrə. Hansı ki, bu yumurta hüceyrə mayalanacaq, bayaq demişdik, zigot əmələ gətirir. Rüşeym kisəsinin mərkəzində 2 nüvə dərhal və ya mayalanmadan sonra bir-biri ilə birləşir. Bu hüceyrə mərkəzi hüceyrə adlanır. Rüşeym kisəsinin mikropil adlanan tozcuq girəcəyinə ən yaxın yerləşən nisbətən iri olan hüceyrə isə yumurta hüceyrəyə, yəni dişi qametə çevrilir. Bunlar harda gedir? Rüşeym kisəsinin daxilində. Deməli, mərkəzdə olan nüvələrin birləşməsindən yaranan mərkəzi hüceyrə, bir də mikropilə yaxın olan daha iri hüceyrə, yumurta hüceyrə. Bu artıq yumurta hüceyrə deyiriksə, bu dişi cinsi hüceyrədir. Artıq mayalanmaya hazırdır. Bu rüşeym kisəsi içərisində hüceyrələr əmələ gəldi. Mayalanma necə baş verir?
Yumurtalığa hansı ki tozlanma baş vermişdi. Tozlanma nəticəsində erkəkciyin tozcuğu dişiciyin ağızcığına düşmüşdü. Bir dəqiqə. Mhm. Erkəkciyin tozcuğu dişiciyin ağızcığına düşmüşdü. Burada cücərmişdi. Tozcuq borusu əmələ gətirmişdi. Tozcuq borusu ilə hərəkət edirdi. Generativ nüvə və vegetativ nüvə. Generativ nüvə bölünüb 2 dənə sperm əmələ gətirmişdi. Bu spermlər tozcuq borusu ilə hərəkət edir. Gəlir, daxil olur rüşeym kisəsinin içərisinə. Rüşeym kisəsinin içərisinə daxil olan zaman spermlə biz dedik axı generativ nüvədən 2 dənə sperm əmələ gəlir. Biri yumurta hüceyrənin, digəri isə mərkəzi hüceyrə ilə birləşir, mayalanma prosesi baş verir. Birinci yumurta hüceyrə ilə sperm birləşir. Bunların birləşməsindən zigot yaranır. İndi bir-bir dərsliyimizdəki ilə tanış oluruq. Yumurtalığa çatmış tozcuq borusu orada yerləşmiş yumurtacıqlardan birinə daxil olur. Əgər bir dənə yumurtacıq varsa, elə bir dənəsinə, əgər bir neçə yumurtacıq varsa, hər hansısa birinə daxil olur. Tozcuq borusu yumurtacığa adətən mikrobildən daxil olur. Rüşeym kisəsinin daxilində tozcuq borusunun divarı partlayır. Hansı ki bu tozcuq borusu bağlı idi. Rüşeym kisəsinə daxil olanda partladı. Partladığı zaman spermlər düşdü rüşeym kisəsinin içərisinə. Rüşeym kisəsinin daxilində partladıqdan sonra vegetativ nüvə və spermlər kisəyə axmağa başlayır. Bu zaman vegetativ nüvə rüşeym kisəsinin maye hissəsinə qarışır. Spermlərdən biri yumurta hüceyrə, digəri mərkəzi hüceyrə ilə birləşir və 2 dənə hüceyrə mayalandığına görə, həm yumurta hüceyrə, həm mərkəzi hüceyrə mayalandığına görə bu proses adlanır 2 qat mayalanma. Yəni bir prosesdə 2 dənə hüceyrə mayalandı. Ona görə də bu proses nə adlandı? 2 qat mayalanma adlandı. Erkək və dişi gametlərin birləşməsi nəticəsində zigot yaranır ki, həmin zigot da rüşeymə başlanğıc verir. Rüşeym də artıq yeni orqanizmin ilk mərhələsidir. Zigot hüceyrəsi ardıcıl bölünərək gələcək toxumun rüşeyminə çevrilir. Yəni, əslində əmələ gələn bu mayalanma nəticəsində toxumun bir hissəsi olan rüşeyimdir. Mayalanmış mərkəzi hüceyrə isə endospermə başlanğıc verir. Endosperm də toxumun bir hissəsidir. Tərkibində ehtiyat qida maddəsi var. Bunu gələn dərs öyrənəcəyik. Bir də yumurtacığın daxilində gedirdi bu proseslər elədir. Yumurtacığın örtük hissəsindənsə toxumun qabığı inkişaf edir. Burada nəyə diqqət edirik? Mayalanma nəticəsində toxum əmələ gəldi. Hansı ki, toxumun rüşeymi də, toxumun endospermi də mayalanma nəticəsində əmələ gəldi. Rüşeym əmələ gəldi. Yumurta hüceyrənin spermlə mayalanmasından, endosperm əmələ gəldi. Mərkəzi hüceyrənin spermlə mayalanmasından. Bu iki hissə də toxumun hissələrdir. Gələn dərs daha aydın keçəcəyik. Bəs toxumun qabığı nədən əmələ gəldi? Toxumun qabığı mayalanmadan əmələ gəlmədi. O elə yumurtacığın örtük hissəsində əmələ gəldi. Yəni, mayalanma nəticəsində toxumun rüşeymi endospermi əmələ gəlir, amma örtük hissəsi isə elə yumurtacığın öz divarından əmələ gəlir. Şəkilə diqqət edirik. Yadınızda saxlayın. Tozlanmadan sonra biz çiçəyin əsas hissələrini danışanda çiçək tacından, kəsə yarpağından danışmışdıq. Əslində tac həşəratları cəlb eləmək tozlanma üçün vacibdir. Tozlanma getdikdən sonra baxın, ləçəklər solur, quruyur və tökülür. Çiçəkdə tozlanma və 2 qat mayalanma baş verir. Burada artıq tozlanma baş verdi. Tozlanma baş verdikdən sonra ləçəklər soldu, quruyub töküldü və yumurtalıq böyüməyə başladı. Yumurtalıq meyvəni əmələ gətirdi. Deməli, yumurtalıqdan meyvə, yumurtacıqdan toxum əmələ gəlir. Həqiqətən də meyvə yeyəndə içində olur da, toxum elə deyil. Yumurtalıq da üstdə, yumurtacıq da içəridə olur da, çiçəkdə elə deyilmi? Ona görə də yumurtalıqdan meyvə, yumurtacıqdan isə toxum əmələ gəlir. Bir yumurtalıq içərisində bir yumurtacıq da ola bilər, çox yumurtacıq da ola bilər. Bir yumurtacıq varsa bir toxum, çox yumurtacıq varsa çox toxum əmələ gələcək. Meyvənin daxilində toxum yumurtacıqdan əmələ gəlir. Yəni, toxum nədən əmələ gəlir? Meyvədən demirik. Nədən? Yumurtacıqdan əmələ gəlmiş olur meyvə.
Bu prosesi bir dəfə də gözdən keçirdək və bundan da yekunlaşdıraq. Deməli, mayalanmanın getməsi üçün dedik ki, əvvəlcə tozlanmanın getməsi lazımdır. Tozlanma olması üçün də əvvəlcə tozcuqların yetişməsi erkəkçikdə lazımdır. Erkəkçiyin hansı hissəsində? Tozluğunda. Tozluqda nə olur? Ana mikrosporlar olur. Ana mikrospor bölünərək 4 dənə mikrospor əmələ gətirir. Bu əmələ gələn 4 dənə mikrosporun hər birinin içərisindəki nüvə bölünür. 2 dənə nüvə, vegetativ və generativ nüvəni əmələ gətirir. Bu generativ nüvə gələcək spermlər həmin bu generativ nüvədən əmələ gələcəkdir. Artıq bu tozcuq tozlanmaya hazır yetişmiş bir tozcuqdur. Tozcuq gəldi, düşdü dişiciyin ağızcığına. Dişicinin ağızcığına çoxlu tozcuqlar düşür. Bunlardan hər hansısa biri cücərəndə tozcuq borusu əmələ gətirir. Tozcuq borusu dişiciyin sütuncuğu ilə hərəkət edir, gəlir yumurtalığa daxil olur. Tozcuq borusunun içərisində 2 dənə nüvə var. Bir vegetativ, bir generativ. Generativ nüvə tozcuq borusu ilə hərəkət edən zaman əmələ gətirir 2 dənə spermləri. Bu spermlər də tozcuq borusu ilə gəldi, daxil oldu rüşeym kisəsinə. Bəs rüşeym kisəsi necə formalaşmışdı? Yumurtacığın daxilində dedik ki, bir dənə ana megaspor hüceyrə olur. Bu megaspor hüceyrədə bölünərək 4 hüceyrə əmələ gətirir. 4-ündən 1, 2, 3, 3-ü məhv olur, biri qalır. Həmin bu bir dənəsi rüşeym kisəsini əmələ gətirir. Rüşeym kisəsi əmələ gətirən zaman bunun da nüvəsi bölünür və 2 dənə nüvə mərkəzə gəlir. 2 nüvə mərkəzə gələndə əmələ gətirir mərkəzi hüceyrəni. Mikropilə yaxın olan hissədə də bir nüvənin ətrafında deməli qlaf əmələ gəlir ki, bu da yumurta hüceyrəni əmələ gətirir. Digər hüceyrələrdən iri olur. Tozcuq borusu gəlib yumurtalığa daxil olandan sonra rüşeym kisəsinə keçir və tozcuq borusu partlayır. Partlayandan sonra spermlər və vegetativ nüvə rüşeym kisəsinə düşür. Vegetativ nüvə rüşeym kisəsində qarışır. Spermlərdənsə biri yumurta hüceyrəni, digəri mərkəzi hüceyrəni mayalandırır. Yumurta hüceyrə ilə spermin birləşməsindən yaranır ziqot. Ziqot bölünüb rüşeymə çevrilir, toxumun hissəsidir. Mərkəzi hüceyrə ilə spermin birləşməsindən yaranır endosperm. Bu da toxumun bir hissəsidir, hansı ki, içərisində ehtiyat qida maddəsi var. Gəlin tapşırıqlara baxaq. Deməli, badımcan çiçəyi cinsiyyətli çoxalma nəticəsində 360 canlı toxum əmələ gətirir. Mayalanmada neçə yumurta hüceyrə iştirak edir? Biz dedik ki, bir yumurta hüceyrənin bir spermlə mayalanmasından bir zigot yaranır. Bu zigot da çevrilir rüşeymə. Onda əgər 360 dənə toxum varsa, rüşeymdə toxumun hissəsidir. Neçə dənə yumurta hüceyrə iştirak eləməlidir? Baxın, bir rüşeymin əmələ gəlməsində bir yumurta hüceyrə iştirak edir. Onda 360 dənə toxum varsa, 360 dənə rüşeym var. Deməli, 360 dənə də nə lazımdır? Yumurta hüceyrə lazımdır. Mayalanmada neçə ana megaspor hüceyrə iştirak edir? Ana megaspor hüceyrə bir ana megaspor hüceyrədən əmələ gəlmişdir. Bir megaspor. Daha doğrusu 4 megaspor əmələ gəlmişdi. Qoyasaq 4. 4 dənədən biri sağ qalmışdı. 3-ü məhv olmuşdu. Və bu 1 megasporun daxilində də rüşeym kisəsi əmələ gəldi. Hansı ki, o rüşeym kisəsinə çevrildi. Nüvələri bölündü. Onda 360 dənə toxumun əmələ gəlməsinə görə də 360 dənə də megaspor lazımdır. Tozlanma üçün dişicik ağızcığına minimum neçə tozcuq düşməlidir? Hər tozcuğun içərisində bir generativ nüvə olur və bir generativ nüvədən 2 sperm əmələ gəlir və bu spermlər biri mərkəzi hüceyrəni, biri yumurta hüceyrəni mayalandıraraq bir rüşeym əmələ gətirir. Onda minimum 360 dənə tozcuq dənəsi düşməlidir ki, 360 dənə toxum əmələ gələ bilsin. Yuxarıdakı halda neçə erkək qamet iştirak edir? Biz bildik ki, bir toxumun əmələ gəlməsində neçə dənə sperm iştirak edir? 2 dənə sperm. Niyə? Çünki biri mərkəzi hüceyrəni, biri də yumurta hüceyrəni mayalandırır. Ona görə də bir toxumun əmələ gəlməsinə 2 sperm iştirak edirsə, bəs onda 360 dənə toxumun əmələ gəlməsinə neçəsi iştirak edər? Buradan tapırıq ki, 720 dənə. Mayalanmadan əvvəl dişicikdə yumurtacıqların minimum sayı nə qədər olmalıdır? Biz bilirik ki, bir toxum bir yumurtacıqdan əmələ gəlir. Əgər 360 dənə toxum əmələ gəlibsə, deməli 360 dənə də nə olmalıdır? Yumurtacıq olmalıdır.
Aşağıdaki proseslerin baş verme ardıcıllığını sıralayın. Tozlanma, rüşemin inkişafı, tozcukların serbest bırakılması, tozcuk borusunun büyümesi, mayalanma, tohumların yayılması. Biz bildik ki əvvəlcə bitkidə tozlanma olmalıdır. Tozlanmanın olması üçün də birinci tozcuq borusunu, boru nə idi? Birinci, üzürlü sayın, tozcuqların sərbəst buraxılmasıdır. Yəni birinci yazacağıq B-ni, 1 B olacaq. İkinci, həmin bu tozcuqlar sərbəst buraxıldı, gəldi, düşdü dişiciyin ağızcığına. Onda nə baş verdi? Tozlanma baş verdi. 2A. Bunlar getdi. Sonra tozlanmadan sonra tozcuq düşmüşdü dişicinin ağızcığına. Nə eləmişdi? Tozcuq borusunu əmələ gəlmiş, gətirmişdi, cücərmişdi. Yəni 3Y. Dördüncü nə baş verdi? Dördüncü artıq onun tərkibində spermlər oldu. Gəldi yumurta hüceyrəni mayalandırdı. Yəni mayalanma prosesi baş verdi. Biri də mərkəzi hüceyrəni. Və mayalanma nəticəsində rüşeym yarandı. Beşinci oldu D. Sonra isə toxum əmələ gəldi. Bununla da artıq toxumlar yayılmağa başladı. Nə üçün tozcuqlar, tozcuq borularını əmələ gətirir? Çünki onların generativ nüvəsindən əmələ gələn spermlər yumurtalığın, daha doğrusu dişiciyin bu sütuncuq hissəsi ilə hərəkət eləməlidir. O da tozcuq borusunun içərisi ilə hərəkət edəcəkdir. Mayalanmadan sonra yumurtalıqda nə baş verir? Mayalanmadan sonra yumurtalıqdan dedik nə əmələ gəlir? Yumurtalıq meyvəyə çevrilir. Onun daxilindəki yumurtacıqdan da nə əmələ gəlir? Toxum əmələ gəlir. Bu da oldu 3-cü bölməmizin 3-cü mövzusu. Ümid edirəm ki, izah sizə aydın olacaq. Sağ olun. Gələn dərslərdə görüşərik.